orqanizmi mədədə gedir və əsasən harda gedir? Nazik bağırsaqda gedir, bəli. Aha, qarışdırırıq. Kivinin tərkibindəki proteaza fermentləri jelatinin tərkibindəki zolaları parçalayaraq onun bax qatılaşmasına mane olur və ya qatı bir məhduddur. Bu görürsünüz bax, görürsünüz qatıdır. Amma bu isə su kimidir, duru məhdudur. Çünki neynədir? Zolaları amil qışlarla parçalanır və qatılaşmasının həlməşik görünüş almasının qarşısını alır. Bax, əlavə edək. Burada yağ əlavə edək. Və indi bunları qarışdıraq. Qarışdırın. Sanki təsəvvür edin, öd mayesidir. Bağırsaqda olan yağa öd mayesi ilə təsir edir. Görürsünüz, yağ itdi. Eynən öd mayesi də bu cür bağırsaqdakı yağa təsir eləyərək neyir? Yağların həzm olunmasını aktivləşdirir. Yəni lipaza fermenti neyir? Yağları gliserin və yağ qırışlarına parçalayır.